Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər. Gündəmin ən səs-küylü və həm şok, həm də müəyyən mənada ümidverici xəbərləri ilə qarşınızdayıq. Azərbaycanda müəllimin özünə qəsd etməsi ilə bağlı hadisə cəmiyyətdə böyük rezonans doğurub. Onu təhdid edən şəxslərin kimliyi hələ də araşdırılır və bu sual hər kəsi düşündürür. Digər tərəfdən pensiya sistemi ilə bağlı mühüm yenilik gündəmdədir. Bəzi hallarda kişilərin 57 yaşında pensiyaya çıxması mümkün ola bilər. Bəs bunun üçün nə qədər kapital tələb olunur? Bu məsələdə geniş müzakirə olunur. Sabiq deputatın Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə bağlı səsləndirdiyi sərt ittihamlar isə siyasi gündəmi silkələyib. Cinayəti onlar edib kimi iddialar diqqət mərkəzindədir. Dünyada isə vəziyyət daha da gərgindir. Amerika Birləşmiş Ştatlarına məxsus nəhəng hərbi təyyarənin məhv edildiyi bildirilir. Üstəlik, İran ilə bağlı gizli siyahının ortaya çıxması qlobal narahatlığı artırıb. Hadisələrin hər an dəyişə biləcəyi deyilir. Bizi izləməyə davam edin, ən son xəbərləri sizə çatdıracağıq. Musiqi müəllimi canına qəsd edib. Oxu 24. Xəbər verir ki, hadisə Ucar rayonunda baş verib. Rayonda musiqi məktəbində müəllim işləyən 1976-cı il təvəllüdlü Təranə Həsənova həyatına son qoyub. İlkin məlumata görə müəllimin intiharına səbəb borc pul olub. Belə ki, yaxın qohumlarından birinə faizlə pul alıb verən müəllim borcu qaytara bilmədiyi üçün sirkə turşusu içərək canına qəsd edib. Məlumata görə ona hadisədən bir neçə gün öncə faizlə pul götürdüyü şəxs zəng edib və borcu qaytarmadığı halda həyat yoldaşına məlumat verəcəyini bildirib. Bu danışıqdan sonra Təranə Həsənovanın canına qıydığı ehtimal olunur. Hadisə ilə bağlı araşdırma aparılır. ...57 yaşına çatmış kişi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün müraciət edə bilərmi? Oxu 24. Xəbər verir ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunun 9-8-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu qanuna uyğun olaraq təyin edilir. Yəni 57 yaşına çatmış kişi əvvəllər qüvvədə olmuş qanunvericiliyə və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 320 nömrəli qərarın 2 nömrəli siyahısı üzrə 0101-2006-cı il tarixədək ümumi 25 il sosial sığorta stajı və 12 il 6 ay zərərli iş stajı olduqda bu qanuna uyğun olaraq təyinat üçün müraciət edə bilər. Pensiyaya çıxmaq üçün bildiyimiz kimi kapital toplanılmalıdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nə qədər pensiya kapitalı tələb olunur? Nocoment az xəbər verir ki, 1 fevral 2025-ci il tarixindən yaşa görə pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 46.080, 144.320 manatdır. 144 gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı. 320 minimum əmək pensiyasının məbləğidir. Qeyd edək ki, Azərbaycanda pensiya yaşı 65-dir. Azərbaycanda son günlər yaşanan subasma fəsadları fonunda rəsmi qurumların və mətbuatın hadisələrə yanaşma tərzi ciddi suallar doğurur. Xüsusilə su təsərrüfatı idarəçiliyindəki boşluqların və qanunsuz tikintilərin fəsadları müzakirə olunarkən, məsuliyyətin yalnız vəzifədən getmiş şəxslərin üzərinə yıxılması cəmiyyətdə birmənalı qarşılanmır. Dəhşətli cinayətin üstü açıldı kimi iddialı manşetlərin arxasında gizlənən real məsuliyyət zənciri və sənədləşmə prosesindəki qaranlıq məqamlar artıq açıq müstəvidə tənqid olunmağa başlayıb. Nocoment az xəbər verir ki, məsələ ilə bağlı sabiq deputat, fəlsəfə doktoru Etibar Əliyev kəskin etirazını bildirib. O qeyd edib ki, mətbuatda və məmur dairələrində baş verənlər real həqiqətlərin falsifikasiyasından başqa bir şey deyil. Yazırlar ki, Zaur Mikailov dəhşətli cinayətin üstünü açdı. Sual verirəm, bu dəhşətli cinayət nə deməkdir? Əsas məsələ o evlərə kimin sənəd verməsidir. Azərbaycanda fərdi yaşayış evinə çıxarış almaq sadə prosedur deyil.
Bu, bir neçə qurumun iştirak etdiyi mərhələli prosesdir və hər bir mərhələdə rəsmi rəylər alınır. Əgər o evlər subasma zonasında idisə, bu qurumlar niyə müsbət rəy verib? Niyə sənəd verən qurumlar kənarda qalıb? Sabiq deputatın sözlərinə görə mətbuatda həqiqi günahkarların adı hallanmır və sadəcə suç keçisi axtarılır. Zaur Mikhailovun müsahibəsində heç bir qurum rəhbərinin adı çəkilmir. Yalnız vəzifədən getmiş Qorxmaz Hüseynovun adı hallandırılır. Halbuki tikintiyə icazə verən birincisi Fövqəladə Hallar Nazirliyidir. Bütün qanunsuz tikintilərin baiskarı məhz Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qurumdur. Bir mətbuat orqanı belə bu qurumun rəhbərinin adını çəkməyə cəsarət etmir. Hər dəfə subasma olanda bir neçə nəfərin primitiv üsulla xilas edilməsini qəhrəmanlıq kimi gözümüzə soxurlar. Amma bu qanunsuzluqların kökündə dayananlardan danışmırlar. Digər tərəfdən, oğlanlarının 100 milyonluq məhkəmə çəkişməsi gedir. Bu pullar haradan peyda olub? İranın ballistik raket zərbələri nəticəsində ciddi zədələnən Amerika Birləşmiş Ştatlarının hərbi hava qüvvələrinə məxsus KC-135R stratotanker yanacaq doldurma təyyarəsi təmir üçün Böyük Britaniyanın Rəə Mildenhall aviabazasına gətirilib. Şahzadə Sultan aviabazasına endirilən zərbə zamanı hədəf alınan təyyarənin füzelyajında çoxsaylı qəlpə izləri aşkar edilib ki, bu da döyüş başlığının təyyarənin tam yaxınlığında partladığını sübut edir. Nojoment az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının yaxın şərqdəki hərbi itkiləri bununla bitmir. Məlumata görə hücum zamanı aviabazada 2 ədəd KC-135R, 1 KC-46A Pegasus və uzaq mənzilli radiolokasiya aşkar etmə sisteminə malik 3 sentri təyyarəsi tamamilə sıradan çıxarılıb. Pentagonun bölgədəki hava üstünlüyünə ağır zərbə vuran bu hadisə hərbi dairələrdə şok effekti yaradıb. Axios nəşri Amerika Birləşmiş Ştatları və İran arasındakı danışıqlarda tərəflərin razılığa gələ bilmədiyi əsas mübahisəli məqamları açıqlayıb. Təqdim olunan məlumatlara görə müzakirələrin mərkəzində dayanan ən kritik məsələlər uranın zənginləşdirilməsinin dayandırılması, artıq zənginləşdirilmiş uranın ölkədən çıxarılması və İranın əsas nüvə obyektlərinin sökülməsidir. Eyni zamanda İranın dondurulmuş vəsaitlərinin hansı hissəsinin sərbəst buraxılacağı və Hörmüz boğazında gəmilərin hərəkəti ilə bağlı rüsumların ləğvi kimi iqtisadi strateji faktorlar da tərəflər arasında ciddi fikir ayrılığına səbəb olur. Nojoment az xəbər verir ki, diplomatik masada həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Tehranın müxtəlif silahlı qruplaşmalara verdiyi dəstəyin kəsilməsini nəzərdə tutan geniş miqyaslı sazişin imzalanması da yer alır. Bu bəndlərin hər biri uzun illərdir davam edən gərginliyin həlli üçün həlledici rol oynasa da, tərəflərin hələlik ortaq məxrəcə gəlməkdə çətinlik çəkdiyi vurğulanır.